Rusiyada müvəqqəti yaşamaq icazələrinin verilməsində də ciddi azalma qeydə alınıbdır. Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti bildirir ki, 25-ci ildə verilən müvəqqəti yaşamaq icazələrinin, yəni RVP-nin sayı demək olar ki, 1/3 azalıbdır. Mütəxəssislərin sözlərinə görə bu azalma qanunvericiliyin tələblərinə nəzarətin gücləndirilməsi ilə bağlıdır. Qurum xarici vətəndaşlara xatırladır ki, müəyyən hallarda RVP-nin verilməsindən imtina oluna və ya artıq verilmiş icazə də ləğv edilə bilər. Belə hallarla ilk növbədə əcnəbinin Rusiyaya daxil olduqdan sonra 3 il ərzində mülkiyyətindən və ya istifadə hüququ ilə yaşayış sahəsinin olmaması daxildir. Eyni zamanda il ərzində ümumilikdə 6 aydan çox ölkə xaricində qalmaq və ya başqa ölkəyə daimi yaşayış üçün köçmək də imtina səbəbi sayılır. Bundan əlavə əcnəbinin özünü və himayəsində olan ailə üzvlərini dövlət yardımına müraciət etmədən təmin edə biləcək maliyyə vəsaitinin olmaması da əsaslardan biridir. Saxta nigah bağlanması halları isə xüsusi nəzarətdə saxlanılır. İmtina və ya ləğv üçün digər səbəblər sırasında 2 və ya daha çox inzibati məsuliyyətə cəlb olunma, əvvəlki illərdə deportasiya, o cümlədən də ölkədən çıxarılma faktlarının mövcudluğu, eləcə də dövlətin və vətəndaşların təhlükəsizliyinə təhdid yaradan fəaliyyətlər, o cümlədən ekstremizm və terrorçuluqla əlaqə yer alır. Həmçinin ağır və xüsusilə ağır cinayətlərə görə məhkumluğun olması, narkotik asılılığı və ya təhlükəli yolxucu xəstəliklərin mövcudluğu da mühüm risk faktorları hesab olunur. Daxili İşlər Nazirliyindən bildirirlər ki, müvəqqəti yaşamaq icazəsinin verilməsindən imtina və ya onun ləğvi üçün bütün əsaslar Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi vəziyyəti haqqında federal qanunun 7-ci maddəsində ətraflı şəkildə təsbit olunubdur. Mütəxəssislər isə əcnəbi vətəndaşlara qanunvericiliyin tələblərinə ciddi əməl etməyi və müəyyən olunmuş qaydalara diqqətlə yanaşmağı tövsiyə edirlər.